1206-1227-ci illər. Böyük Monqol imperiyası Avrasiyanı fəth edirdi və imperator Çingiz xan informasiyadan öz məqsədinə çatmaq üçün uğurla istifadə etməyi bacarırdı. Xüsusi hazırlıq görmüş atlı qruplar işğal olunacaq ərazilərdə Çingiz xanın ordusunun hədsiz dərəcədə güclü və amansız əskərlərdən təşkil olunduğu haqqında xəbərlər yayaraq əhalidə qorxu, ruh düşkünlüyü yaradırdılar. Bu, yerli əhalinin və hakimiyyətin müqavimətsiz təslim olmasını təmin edirdi. Çingiz xanın bu metodu tarixin müxtəlif mərhələlərində tətbiq olunub və müharibələrin taleyinə həlledici təsir göstərib. Müharibə, informasiya və biz. From ABC News, this is a Gulf War update. Hello, I'm Mike Schneider. There's a lot of information coming in on what appears to be the first significant ground battle in the Gulf War. Much of it is unconfirmed. 1991-ci ildə ilk dəfə Körfəz müharibəsi zamanı Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi tərəfindən istifadə edilən informasiya müharibəsi anlayışı sonraki illərdə texnologiyaların, xüsusilə də informasiya kommunikasiya texnologiyalarının tərəqqisi ilə yeni mərhələyə keçdi. Bugünsə artıq nəinki müharibələrin taleyi, inkişaf və ziddiyyətlərin həlli daha çox informasiyadan asılıdır. Kim daha çox məlumata və informasiya ilə işləmək bacarıqlarına malikdirsə və öz mövqeyini daha böyük auditoriyaya çatdıraraq dəstək qazana bilirsə, o da dominantdır. 1991-ci ilin noyabrında Amerika Birləşmiş Ştatlarının Houston şəhərində Amerika neft şirkətləri və neft kimya müəssisələrinin birləşdiyi qurumun yubiley mərasimi idi. Böyük Britaniyanın baş naziri Margaret Thatcher həmin tədbirdə çıxışı zamanı olduqca strateji əhəmiyyətli sirri açdı. SSR silahlanmaya büdcəsinin 15%-ni sərf edirdi. Bizim ölkələrsə 5% büdcə vəsaiti xərcləyirdilər. Bu, təbii ki, SSR-nin iqtisadi durumuna mənfi təsir edirdi. Nəticədə SSR xalq istehlakı mallarına müəyyən məhdudiyyətlər tətbiq etməli oldu. Biz SSR-də kütləvi etirazlar dalğasının başlayacağını gözləyirdik. Bizim üsullarımızdan biri də ölkələrimizin silahlanması ilə bağlı məlumatların bilərəkdən şişirdilməsi idi. Bu xəbərlər yayıldıqca SSR silahlanmaya sərf edilən vəsaiti artırırdı. Həmin vaxt artıq bir neçə il idi ki, Sovet İttifaqının tənəzzülü başlamışdı və bu prosesdə Qərbin informasiya həmlələri, o cümlədən media resursları vasitəsilə informasiya müharibəsi təsirli rola malik idi. ABC News coverage of the attempted coup in the Soviet Union. Və Thatcherin çıxışından təxminən bir ay sonra nəhəng imperiya tamamilə və rəsmən süqut etdi. Национальное территориальное, национальное государственное образование на этой территории собственное решение. İnformasiya müharibəsinin bütün komponentlərini 20-ci əsrin sonlarında SSR-nin dağılması ilə qondarma, artsaq, miyatsum arzuları yenidən pöhrələnən Ermənistanın Azərbaycana təcavüzü ilə başlanmış və bugün artıq keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsində də müşahidə etmək mümkün idi. Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarını işğal altına salan düşmən dezinformasiyalarıyla beynəlxalq ictimaiyyəti aldatmağı bacarmışdı. Paradoks apogey nöqtəsində idi. Nəinki işğala məruz qalan Azərbaycanın haqq səsini eşidən yox idi. Hətta Bakı sanksiyalarla üzləşirdi. Sovetlər Birliyi dağılandan sonra Amerika Kongresi azadlığa dəstək aktı qəbul etmişdir. Bütün keçmiş müttəfiq respublikalara yardım deməli məqsədi ilə bu qanun qəbul edilmişdir. Azərbaycanı oradan çıxartdılar. Kim çıxartdı? Erməni lobbisinin nümayəndələri.
onların bir çoxu indi də yüksək vəzifələrdədir. Və səbəb nə idi ki, Azərbaycan Ermənistanı blokadaya, yəni mühasirəyə alıb. Necə biz almışıq ki, bizim torpaqlarımız işğal altına düşüb. Ancaq bizə qarşı sanksiyalar tətbiq olundu. İşğalçı bu 30 il ərzində tarixi saxtalaşdırmağa, işğal etdiyi ərazilərdən Azərbaycan izlərini silməyə, eləcə də dünyanın aparıcı media orqanlarında öz uydurmalarına söykənən fake newslar yaymağa nail olmuşdu. Bəzi məqamlarda iş o yerə çatmışdı ki, işğalçı təkəbbür və sonsuz müştəbehliklə Azərbaycanı öz dırnaqarası uğur hekayəsi ilə barışmağa çağırırdı. Təxminən bir qərinəlik zaman kəsliyində ermənilər işğal etdikləri ərazilərimizdə daşı daş üstündə qoymadılar. Ancaq bu faktın öz ətrafında belə informasiya blokadası yarada bilmişdilər. İşğal dövründə bura bir növ qadağan edilmiş zona idi. Hələ Şuşa şəhərinə bəzi xariciləri buraxırdılar, amma Ağdam, Füzuli bölgələrinə heç kimi buraxmırdılar. Çünki gələn adam hər şeyi görəcəkdir. İşğalçının dezinformasiya, yalan tamaşasını ifşa etmək üçün uzun illər işləmək lazım idi. Ərazi bütövlüyünün təmin olunması, Qarabağın azad olunması üçün əvvəlcə beynəlxalq birliyə həqiqətləri çatdırmaq tələb olunurdu. Əfsuslar olsun ki, bu işğal nəticəsində tarixi abidələrimiz məhv edilib, məscidlərimiz yerlə yeksan edilib, qəbristanlıqlarımız dağıdılıb. Bugün işğal edilmiş ərazilər tam məhvə məruz qalmış torpaqlardır. Azərbaycanın işğal olunmuş ərazilərində bütün tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılmış, muzeylər və maddi-mənəvi sərvətimiz talan edilmişdir. Public Relation. Public Relation terminini ilk dəfə Amerika Birləşmiş Ştatları prezidenti Thomas Jefferson'ın istifadə etdiyi deyilir. 1807-ci ildə o, Konqresə 7-ci müraciətinin qaralamasında ilk dəfə olaraq ictimaiyyətlə əlaqələr, PR terminini işlətmişdi. Bu termin altında o, ölkə miqyasında hökumətə inam ab-havasının yaradılmasını və bu işdə siyasi institutların səylərinin artırılmasını ifadə edirdi. Elmi-praktik mənbələrdə public relation, yəni ictimaiyyətlə əlaqələrdə bir çox komponentlər var. Onlardan biri böhran kommunikasiyası adlandırılır. Böhran dövründə ictimaiyyətlə əlaqələr. Bu, nüfuzuna qarşı təhdidlə üzləşən fərd, şirkət və ya təşkilatı, eləcə də dövləti qorumaq və müdafiə etmək üçün nəzərdə tutulmuş ictimaiyyətlə əlaqələr peşəsinin alt sahəsidir. İkinci Qarabağ müharibəsinə qədər informasiya cəbhəsində vəziyyət son illərdə yeni informasiya strategiyası ilə ədalətli mövqeyin Azərbaycanın xeyrinə dəyişmişdi. Müvafiq sənəd, qərar və qətnamələrin qəbul etdirilməsi ilə paralel müxtəlif platformalarda işğalçı tutarlı fakt və arqumentlərlə seytnota salınır, eləcə də beynəlxalq ictimaiyyətə həqiqət agah olurdu. Также хотел бы коснуться вызывающего удивление заявления премьер-министра Армении. Так вот, заявление почти дословно. Карабах – часть Армении и точка. Ну, во-первых, это, мягко говоря, ложь. Карабах всем миром, равнинный, Нагорный, признан как неотъемлемая часть Азербайджана. Армения сама не признает это незаконное образование. Карабах является исторической, исконной азербайджанской землей. Так что Карабах – это Азербайджан. И восклицательный знак. Erməni xalqı öz müqəddəratını artıq təyin edib, onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün yer kürrəsində başqa yer tapsınlar, Azərbaycanda yox. Cənab Prezident, bu o qədər də konstruktiv olmadı. Lakin mən deyərdim ki, Böyük Tiqranın dövründə bizim regionda yalnız iki millət var idi, ermənilər və gürcülər. Ermənilər və ermənilər. Azərbaycan prezidentinin siyasi diplomatik bacarıqları, intellekti və münaqişənin tarixi və bugünkü həqiqətləri, beynəlxalq münasibətlər
və geosiyasi reallıqlarla bağlı kompetent, hətta oponentləri ilə müqayisədə dominant olması ölkəmizin ədalətli mövqeyinin beynəlxalq birliyə çatdırılmasında, beləliklə də tədriclə Azərbaycanın üstünlük qazanmasında əhəmiyyətli rol oynadı. Qoşunlarımızın bütün cəbhə boyu əks hücum əməliyyatına başlaması barədə qərar verilir. Müharibənin başlanması ilə isə informasiya savaşı yeni fazaya daxil oldu. Düşmənin təxribatlarına və həmlələrinə əks həmlə əməliyyatı ilə cavab verən Azərbaycan beynəlxalq hüquqla tanınan torpaqlarını işğaldan azad edirdi. Ancaq işğalçı yenə də öz ampulasındaydı. Ermənistan hər cəhdlə beynəlxalq ictimaiyyəti aldatmağa, münaqişənin məzmununu təhrif etməyə çalışırdı. Ancaq görünür, İrəvanda bəzi hesablamaları dəqiq aparmamışdılar. Biz son illər ərzində, 17 il ərzində münaqişənin həlli üçün hüquqi baza yaratdıq. Mən bütün beynəlxalq təmaslarımda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan mövqeyini, tarixi həqiqətləri və mövcud olan vəziyyəti bütün həmkarlarıma çatdırmışdım. Mənim demək olar ki, bütün iki tərəfli beynəlxalq təmaslarımda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi xüsusi yer alır. Hərbi əməliyyatların davam etdiyi 44 gün ərzində 30-a dək nüfuzlu media qarşısına çıxan Azərbaycan prezidenti bir neçə dildə böyük diplomatik ustalıqla, lazım gəldikdə qəti və sərt, lazım gəldikdə satirik, sərrast cavablarla işğalçını döyüş meydanında olduğu kimi informasiya cəbhəsində də seyit nota saldı. Siz, cənab Assancılar, baş verənləri necə qiymətləndirirsiniz? Bu sizin ölkədə azad mətbuatın təzahürüdür? Biz burada mənim ölkəmi müzakirə etmək üçün deyilik. Xeyr, gəlin müzakirə Yox, edək, gəlin prezident müzakirə edək. Ermənilərin burada azad mətbuatının olmayacağı ilə bağlı məni ittiham etmək əvəzinə gəlin Assanc barədə danışaq. Münaqişəyə qayıdaraq, Bəli, yaxşı olardı ki, münaqişəyə qaydasınız. Çünki bu sizin xoşunuza gəlmir. Sizin xoşunuza yalnız ittiham etmək, hücum etmək gəlir. Amma güzgüyə baxın. Bəzən jurnalistlərin özünü müstəntiq kimi aparmasına dövlət başçısı diplomat təmkini ilə yanaşır, sadə məntiqlə jurnalistə həqiqət axtarışında kömək edir. Məsələn, ARD-nin əməkdaşı Bakını yəqin ki, hələ uzun müddət unutmayacaq. Jurnalistin burada türk əskərləri var idi. Dünən biz onlardan bəziləri ilə söhbət etdik. Onlar Türkiyədən olduqlarını dedilər. Sualından sonraki diyaloqa baxaq. Siz əskərlərlə danışmışsınız? Bəli. Döyüş meydanında? Xeyr, döyüş meydanında yox. Bəs harda? Bakı şəhərində. Onlar burada Bakıda döyüşürlər. Xeyr, bununla belə onlar buradadılar. İndi burada Alman əskərləri də ola bilər. Nüfuzlu xarici media orqanlarına müsahibələr Public Relations funksiyasının birinci şəxs tərəfindən çevik və peşəkarcasına yerinə yetirilməsinin universal modeli idi. İnformasiya müharibəsinin bu fazası həm də Paşinyanın həqiqi portretinin cizgilərini üzə çıxardı. Natamamlıq kompleksindən əziyyət çəkən Ermənistan baş naziri dəfələrlə xarici media önündə təkcə özünü yox, İngilis və Rus dili müəllimlərini də utandırdı. We will be able to Diplomatik etiket qaydalarını da yetərincə mənimsəyə bilməyən Ermənistan lideri hər bu cür müsahibədə ağır stres yaşadı. I'm sorry. In the spirit of truth and reconciliation. Müharibə dövründə Ali Baş Komandan, Prezident İlham Əliyev bütün digər missiya və funksiyaları ilə yanaşı ölkənin baş PR meneceri idi. Ordu və xalqın bir amal uğrunda dəmir yumruq kimi birləşməsini təmin edən çıxışlar, açıqlamalar, bəyanatlar daxildə və döyüş meydanında hadisələrin inkişafına yön verirdi. Ali Baş Komandan və 1-ci xanım müharibənin 3-cü günündə hərbi klinik hospitalda müalicə olunan hərbiçilərlə görüşür. Mən fürsətdən istifadə edib sizin və bütün bizim bugün digər yaralı hərbçilərimizin və eyni zamanda şəhid olmuş hərbçilərimizin
valideynləri qarşısında baş əyirəm. Onlara öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Qəhrəman övladlar yetişdiriblər və əminəm ki, onlar və bütün Azərbaycan xalqı sizinlə qürurdur. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycan. Azərbaycan prezidentinin açıqlamaları və verdiyi məlumatlar eyni zamanda Ermənistanın informasiya mühitini idarə edirdi. Tədriclə erməni xalqında Ermənistanın hərbi siyasi rejiminə inam itirdi. Düşmən öz xalqına nağıllar danışır, yalan danışır, faktları saxtalaşdırır, öz xalqını aldatmaq istəyir, beynəlxalq aləmini aldatmaq istəyir. Ki, güya onlar hücuma keçirlər, onlar bizim bəzi mövqelərimizi geri alıblar, hamısı yalandır. Düşmən panikadadır. Düşmən isterikaya qapılır. Düşmən ölkənin rəhbərliyi tamamilə özünü itirmiş vəziyyətdədir. Müxtəlif ölkələrə, müxtəlif ölkələrin dövlət hökumət başçılarına müntəzəm olaraq zəng edir. Dəfələrlə, gündə bir neçə dəfə yardım istəyir, imdad diləyir, yalvarır, onların ayağının altına yıxılır, özünü alçaldır ki, gəlin bizi xilas edin. Onların xilasının yeganə yoludur ki, torpaqlarımızdan çıxsınlar. Biz dəfələrlə bunu demişik. Öz xoşunuzla çıxın bizim torpaqlarımızdan. Azərbaycan liderinin bəzən sərt və emosional, bəzənsə satirik ritorikası daxili auditoriya üçün nə qədər motivasiyaya çevrilirdisə, Ermənistanda bir o qədər ruh düşkünlüyünə səbəb olurdu. Bəs verməyəcəkdi. Nə oldu verdi? Nə oldu qaçdı? İndi gedirsən, onun bunun dabanını yalıya, özünü alçalda, öz xalqını alçaldırsan, öz ölkəsini sıfıra bərabər eləmirsən. Verməyəcəkdi bu torpaqları. Kimdir səndən soruşan? Verəcəksən, vermir. Gətirdik, gəldik, götürdük. Vəssalam. Düşməni bütün cəbhələrdə darmadağın edən Azərbaycan ordusu qələbənin zirvəsinə Şuşada çatdı. Müharibə bitib, ancaq informasiya müharibəsi davam edir. Azərbaycan prezidenti bu mərhələdə də əsas yükü öz üzərinə götürür. Beynəlxalq birliyi bütün tribunalardan məlumatlandırır, eyni zamanda Azərbaycanın sülh təşəbbüslərini, regionun gələcəyi üçün sabitlik, dialoq və əməkdaşlığın alternativi olmadığını diqqətə çatdırır. ADA Universitetində ənənəvi olaraq təşkil olunan dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə birgə dəyirmi masa da bu qəbildəndir. Bizim regionda beynəlxalq səylərimiz yeni əməkdaşlıq formatlarının yaranmasına gətirib çıxardı. Türkiyə, Rusiya, Türkiyə, İran, Gürcüstan, Türkiyə, Rusiya, İranla artıq üç tərəfli əməkdaşlıq var. Bu da sabitlik və proqnozlaşdırılmaya töhfədir və əlbəttə ki, Ermənistan tərəfdən qisas cəhdləri sıfır risk olmalıdır. Əgər onlar bunu etsələr, dediyim kimi biz sülh istəyirik, lakin biz onları tamamilə məhv edərik. 26 fevral 2021-ci il. Xocalı faciəsinin növbəti il dönümündə yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konferansında 4 saat ərzində 35 media qurumunun 50-yədək sualının
ciddi dəlillər və arqumentlərlə cavablandırılması beynəlxalq miqyasda unikal təcrübə olmaqla yanaşı, informasiya cəbhəsində ölkəmizin mövqeyinə əhəmiyyətli dərəcədə təsir göstərən hadisə idi. Düşünürəm ki, siz artıq dünya rekorduna imza atmışsınız. Mətbuat konferansının uzunluğuna görə mən 25 ildir jurnalistika ilə məşğuluram, ancaq hər hansı bir prezidentin 4 dildə bu cür mətbuat konferansının aparmasının şahidi olmamışdıram. Prezidentin sabiq prezidentlər, baş nazirlər, yüksək vəzifəli şəxslər, tanınmış ictimai-siyasi xadimlər, diplomatlar, politoloqlarla müzakirələrdə də yeni informasiya strategiyasının ştrixləri aydın nəzərə çarpır. Biz gələcək haqqında düşünürük. Bəli, biz işğala məruz qalmışıq. 1 milyon insan evsiz qalıb, iqtisadiyyatımız tamamilə dağılıb, amma gələcək doğma torpaqlarımıza, Qarabağ torpağına qayıdacağımız haqqında düşünürdük. Bunun üçün hər şey etdik. Müharibədə məhz bu cür qalib gəldik. 2023-cü ilin sentyabrında bir neçə saatlıq lokal antiterror tədbirləri ilə isə bölgənin 200 illik xəstəliyi amputasiya edildi. Azərbaycan dövləti suverenliyini təmin etdi. Xankəndidə qaldırılan bayraq isə statusun görbagör olduğunu rəsmiləşdirdi. İndi Bakı mehi bütün bölgəyə yayılır. Regionun müharibəsiz, əməkdaşlıq əlaqələrinə söykənən rifah dövrünə keçidinin məsuliyyətini Azərbaycan öz çiyinlərinə çəkir. Əgər Ermənistan konstruktiv olsa, bütün bölgə xalqları sülhün gətirdiyi xoşbəxtlik qoxusunu ciyərlərinə çəkəcək. Biz danışıqlara başlamaq təşəbbüsünü irəli sürmək qərarına gəldik və bunu ictimai şəkildə bəyan etdik. İlkin mərhələdə Ermənistan tərəfindən buna münasibət bildirilmirdi. Bu tərəfimizdən başa düşülən idi, çünki müharibənin nəticələri onlar üçün o qədər də asan deyildi. Daha sonra biz digər addım atdıq. Biz sülh sazişinin baza prinsiplərini təşkil edən məşhur 5 prinsipi ortaya qoyduq və onları açıqladıq. Əslində, danışıqlar məhz həmin prinsiplər əsasında başlanıldı. Toqquşmaların, o cümlədən informasiya müharibəsinin yeni fazasında daha bir iştirakçı peyda olur. Süni intellekt. O, beynəlxalq siyasi proseslərə, bu və ya digər sahədə təhlillərin aparılması, qərarların qəbul edilməsi, hətta böyük ölkələrdə seçkilərə, eləcə də müharibələrin taleyinə təsir edir. 2012-ci ildə Amerika Birləşmiş Ştatlarında prezidentliyə namizəd Obamanın komandasına daha bir konsultant, süni intellekt daxil olmuşdu. Obamanın hansı ştatdakı çıxışında hansı məsələləri daha çox qabartmalı olması məsələsində süni intellektin tövsiyələri nəzərə alınırdı. Sonradan aparılan qiymətləndirməyə görə bu taktika Obamaya 10-12% əlavə üstünlük qazandırmışdı. Və bu vaxtdan etibarən süni intellektin rolu siyasi proseslərdə artmaqda davam etdi. Oxford Universitetinin araşdırmasına görə 2020-ci ildə dünyanın ən azı 81 ölkəsində yüksək texnologiyaların köməyi ilə ictimai rəylə manipulyasiya edilməyə cəhd göstərilib. Bura chatbot, kontent alqoritmləri, insan səsinin klonlaşdırılması kimi alətlər daxildir. 2024-cü ildə isə bu sahədə nəzərə çarpacaq sıçrayış əldə olundu. Orijinaldan fərqlənməyən hiperrealist şəkil, səs, videoların hazırlanması imkanı əslində indi tamamilə yeni formalı hiper təhdid yaradır. Kimsə bunun üzərindən pul qazanmaq istəyir və mənim adımdan süni zəkadan istifadə edərək elanlar dərc olunur ki, məsələn, bura pul yatırın, ora pul yatırın. Lakin bu yolla geçsələr fərqli bir elanlar olacaq. Mənim adımdan bəlkə də müharibə elan edirlər və kimsə buna inana bilər və müəyyən hansısa digər tədbirlər həyata keçirə bilər. Və məsələ yalnız
yalnız Azərbaycandan getmir. Nüvə silahına malik ölkələr var. Və bu ölkələr eyni zamanda süni zəka tərəfindən manipulyasiya məruz qala bilər. Və bu da hətta məişət səviyyəsində. Məişətdə bir çox hadisələr var ki, bir çoxlarına insanların münasibətlərinə, insanların ləyaqətinə, insanların reputasiyasına bərpa olunmayan xələl yetirilə bilər. Tamamilə ictimai şəxslərin fərqli fake video və vizual və yaxud audio məlumatlarla tamamilə yamsılanması gedir. Vizualными либо audio. Belə görünür ki, klassik silahlar dövrü geridə qalır. 21-ci əsrdə informasiya və artıq göründüyü kimi onu hazırlayan, emal edən müxtəlif alətlər, o cümlədən süni intellekt silahdır. Və bu alətlərlə kim yaxşı davranacaqsa, o da risklərdən daha effektiv qorunacaq və qalib gələcək.